Salam hörmətli müəllimlər, bugünkü dərsimiz qüvvə hərəkət qabiliyyəti olacaq. Qüvvə qabiliyyəti nədir? Onu nəzərə yetirək. Qüvvə qabiliyyəti əzəlinin yığılması hesabına xarici müqaviməti dəf etmək və ona qarşı dayanmaq qabiliyyətidir. Qüvvə demək olar ki, bütün hərəkət qabiliyyətlərinin inkişafına təsir edən əsas qabiliyyətdir. Baza hərəkət qabiliyyət hesab olunur. Qüvvə qabiliyyəti bütün hərəkət qabiliyyətlərin bazı hərəkət qabiliyyəti hesab olunur. Qüvvə qabiliyyətinin inkişafı üçün 12-18 yaş aralığı daha əlverişli yaş dövrü hesab edilir. Qüvvə qabiliyyəti sürət-güc hərəkət qabiliyyəti ilə sıx əlaqəlidir. Funksional sistemlər əlaqəsinə baxaq. Qüvvə qabiliyyətinin ürək-damar sistemi, dayaq hərəkət aparatı və əzələ sistemi ilə sıx əlaqəsi var. İnkişaf metodlarını nəzərə yetirsək, imtinaya qədər piramida, dairəvi zərbə və s. metodlarından qüvvə qabiliyyətini inkişaf etdirmək olar. Qüvvə qabiliyyətinin bir çox növləri mövcuddur. Bir onları nəzərə yetirək bir neçəsinə. Partlayış qüvvəsi, təkan qüvvəsi, zərbə qüvvəsi, ləng qüvvə var. Bunları nəzərə yetirək. Partlayış qüvvəsi nədir? Qısa vaxt ərzində maksimal qüvvə göstərməkdir. Partlayış qüvvəsi oldu qısa vaxt ərzində maksimal qüvvə göstərmək. Təkan qüvvəsi maksimal qüvvə sərf edərək möhkəm itələmə və itələnmədir. Maksimal qüvvə sərf edərək möhkəm itələmə və itələnmədir. Zərbə qüvvəsi isə maksimal qüvvə sərf edərək kəskin zərbə endirməkdir. Maksimal qüvvə sərf edərək kəskin zərbə endirmək zərbə qüvvəsi olacaq. Ləng qüvvə nədir? Nisbətən yavaş hərəkətlərlə qüvvə sərf etmək. Yavaş hərəkətlərlə qüvvə sərf etmək oldu ləng qüvvə. Növbəti baxaq, qüvvə dözümlüyü nədir? Qüvvə dözümlüyü uzun müddət əzələ gərginliyi tələb edən qüvvə formasıdır. Biz uzun müddət əzələ gərginliyi tələb ediriksə, əzələni gərgin vəziyyətdə saxlayırıqsa uzun müddət, bu qüvvə dözümlüyüdür. Qüvvə dözümlüyü statik və dinamik olur. Statik dinamik bizə çevikli hərəkət qabiliyyətimizdən və bədən əlimə qabiliyyətindən tanış ki, dinamik statik hərəkətlər. Hər bir hərəkət qabiliyyətimizin, yəni 3 yerdə rast gəldiyi biz buna bədən əlimə qabiliyyətində, çeviklikdə və qüvvə qabiliyyətində rast gəldiyi dinamik statikə. Hər bir hərəkət qabiliyyətimizin özünə uyğun dinamik statik hərəkətlərlə inkişaf etdirmək olar. Bədən əlimə qabiliyyətində başqadır, çeviklikdə başqadır və qüvvədə başqa hərəkətlərdir. İndi baxaq, qüvvə qabiliyyətində dinamik statik hərəkətlərə baxaq. Qüvvə qabiliyyətində dinamik qüvvə dözümlülük nədir? Ona nəzər yetirək. Burada bir dinamika var, bir hərəkətlilik var burada. Ağır hərəkətlərin aşağı tempdə davamlı icrası. Ağır hərəkətlər icra edirik və aşağı tempdə davamlı icra edirik burada. Məsələn, burada turnikdən dartınmadır, kəndirə dırmanmadır, uzanan dayaqdan qolların bükülüb açılmasıdır və s. Şagird burada turnikdən dartınır, davamlı. Turnikdən dartınma hərəkətlərini icra edir, davamlı olaraq. Kəndirə dırmanır, davamlı olaraq kəndirə dırmanma hərəkətlərini şagird icra edir. Yəni, burada bir davamlılıq var. Ağır hərəkət görür şagird, ağır iş görür və əlavə olaraq davamlı icra edir. Ağır hərəkətlərin aşağı tempdə davamlı icrası oldu dinamik qüvvə dözümlüyü. Statik qüvvə dözümlüyünə nəzər yetirək. Statik, sabit hərəkətsiz qalmaq deməkdir. Statik qüvvə dözümlüyü çıxış vəziyyətini dəyişmədən əzələnin gərgin saxlanılmasıdır. Çıxış vəziyyətini dəyişmirik, əzələni gərgin saxlayırıq. Yəni, sabit hərəkətsiz vəziyyətdə qalır. Burada turnikdədir, paralel qollardadır, döşəmədə buzaq saxlamaq. Burada gördüyümüz kimi şagird plank duruşunda durur. Plank duruşu, şagird neyini bu? Sabit hərəkətsiz vəziyyətdə dayanır. Yəni, çıxış vəziyyətini dəyişmir, əzəlinin gərgin saxlanmasıdır. Turnikdə, misal üçün, turnikdə buzaq saxlamaqdır, qollarla buzaq saxlamaqdır, ayaqlarla buzaq saxlamaqdır, döşəmədə buzaq saxlamaq, turnikdə qollarda bükülü sallanmaq, bu vəziyyətdə, misal üçün, statik vəziyyətdə, sabit hərəkətsiz, dəyişməyən vəziyyətdə qalırsansa, oldu statik qüvvə dözümlüyü. Növbəti. İdmanda təzahür forması asılı olaraq qüvvənin növləri çoxdur. Nisbi qüvvə var, partlayış var, reaktivli, sürətli və s. Lakin fiziki hazırlıq nöqteyi nəzərindən ümumi mütləq
və nisbi qüvvə anlayışları mövcuddur. İndi biz bunlara baxarıq. Ümumi mütləq qüvvə nədir? Nisbi qüvvə nədir? Ümumi mütləq qüvvə öz bədən çəkisindən asılı olmayaraq şagirdin dəfع edə bildiyi xarici müqavimətin maksimal çəkisidir. Yəni şagirdin bədən çəkisindən asılı deyil. Şagirdin bədən çəkisindən asılı deyil. Şagirdin dəfع edə bildiyi xarici müqavimətin maksimal çəkisidir. Yəni misal üçün göstərək. Şagirdin çəkisi 25 kiloqramdırsa, şagird 35 kiloqram, 40 kiloqram yük qaldırır. Yəni öz bədən çəkisindən asılı olmayaraq şagirdin dəfع edə bildiyi xarici müqavimətin maksimal çəkisi olacaq ümumi mütləq qüvvə. Nisbi qüvvəyə baxaq. Nisbi qüvvə şagirdin dəfع etdiyi xarici müqavimət göstəricisinin onun bədən çəkisinə nisbətidir. Yəni şagirdin dəfع etdiyi xarici göstəricinin onun bədən çəkisinə olan nisbətidir. Yəni dəfع olunan göstəricinin şagirdin hər 1 kiloqram bədən çəkisinə düşən miqdarıdır. Yəni bədən çəkisinə olan nisbəti. Misal üçün burada şagird halqalarda, idmançı halqalarda hərəkət edir. Yəni öz bədən çəkisinə uyğun, öz bədən çəkisini qaldırır. Artıq çəki qaldırmır burada. Öz bədən çəkisinə olan nisbəti olduğu nisbi qüvvə. Növbəti. Qüvvənin inkişafının təzahürünü şərtləndirən amillərə baxaq. Qüvvənin təzahürünü şərtləndirən amillərə nəzər yetirək. Maddələr mübadiləsi və enerji mənbələri. Hərəkətlərin səmərəliyi. Sinir impulslarının gücü və tezliyi. Antagonist və sinergist əzələlərin koordinasiyası. Antagonist, sinergist əzələlər nədir? Antagonist əsas əzələlər sayılır. Sinergist isə köməkçi əzələlər sayılır. Əzəlinin ən kəsiyi, əzələ liflərinin xüsusiyyəti, əzəlinin reaktivliyi, sinergist əzələlərin optimal əlaqəsi. Yəni bu qüvvənin təzahürünü şərtləndirən amillər oldu. Qüvvənin inkişafı üçün müntəsil məşqlərdən istifadə olunan hərəkətlər aşağıdakı qruplara bölünür. Öz bədən çəkisinə icra olunan hərəkətlərdir ki, burada tunikdən dartınmadır, uzanaraq dayaqdan qolların güclü basılmasıdır, tək və cüt ayaq üzərində oturub durmadır. Yəni öz bədən çəkisinə icra olunan hərəkətlərdir burada. Yəni burada tunikdən dartınırsa öz bədən çəkisindəndir. Uzanaraq dayaqdan qolların güclü basılması öz bədən çəkisinə icra olunur burada. Öz bədən çəkisinə icra olunan hərəkətlər deməli qüvvənin inkişafı üçün müntəsil məşqlərdən istifadə olunur. Xarici müqavimətli və yoldaşın bədən çəkisinə icra olunan hərəkətlər. Yəni xarici müqavimətlə burada yoldaşın bədən çəkisi ola bilər, xarici müqavimət ştanga ola bilər və s. Yəni xarici müqavimət və yoldaşın bədən çəkisindən istifadə olunan hərəkətlər. İzometrik hərəkətlər, izometrik statik deməkdir bir növdə. İzometrik hərəkətlər, buraya izometrik hərəkətlərlə və statik hərəkətlərlə tanış olduq. Buraya paralel qollardadır, döşəmədə buzaq saxlamaqdır, tunikdə qollar güclü vəziyyətində sallanmaqdır, halqalarda xas fiqurunda durmaqdır, arxadan üfüqi sallanmaq, halqalardan öndən sallanmaq və s. aid edilir. Burada gördüyümüz kimi şagird uzanır dayaqda bizim bildiyimiz jim vəziyyətini alıb və tərpənmir, statikdir. İzometrik hərəkətlər statik hərəkətlərdə sayılır. Qüvvə qabiliyyəti iki tərkib komponenti var. Hansılardır? Ümumi qüvvə və qüvvə dözümlüyü. Qüvvə qabiliyyəti müntəsil məşqlərində 4 istiqamət üzrə inkişaf etdirilir ki, hansılardır? Yuxarı ətraf, aşağı ətraf, arxa ətraf və ön ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsi var. İndi biz bir baxacağıq. Aşağı ətraflar, yuxarı ətraflar, ön və arxa ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsi üçün istifadə olunan hərəkətlərə baxacağıq bir-bir. Yuxarı ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsi üçün istifadə olunan hərəkətlərə nəzər yetirək. Hansılardır? Hündür tunikdən sallanmadan dartınma. Hündür tunikdən sallanmadan dartınma yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Alçaq tunikdən sallanmış vəziyyətdən dartınma. Qızlar. Hündür tunik oğlanlardır, alçaq tunik qızlardır. Alçaq tunik sallanmış vəziyyətdən dartınma. Uzanmış vəziyyətdən dartınma belədir. Paralel qollarda dayaqdan qolların güclü basılması. Paralel qollarda dayaqdan qolların güclü basılması bu da yuxarı ətraf əzələ qüvvəsinin inkişafı üçün istifadə olunur.
Uzanaraq dayaqdan qolların güclü basılması. Bizim bildiyimiz jim vəziyyəti. Oğlanlar. Qızlar isə uzanaraq jimnastika skamyasında dayaqdan qolların güclü basılması. Qızlar da uzanaraq əllərlə jimnastika skamyasında dayaqdan qolların güclü basılması. Uzanaraq dayaqda dairəvi hərəkət. Uzanaraq əl dayaqdadır, dairəvi hərəkət. Bu da yuxarı ətrafların əzələ qüvvəsini inkişaf etdirir. Qollar arxa dayaqdan büküb açmaq. Burada şəkil nümunəsi verilməyib. Şaquli kanat və şüvlə ayaqların köməyi olmadan dırmaşma. Şüvlə dırmanma, kanata dırmanma bir növ yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Paralel qollarda irəliləmə. Yəni buradakı şəkil paralel qollarda şagird irəliləyirsə yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Divarda əllərlə dayaqda qolların güclü basılması. Divarda əllər dayaqdadır, qolların güclü basılması yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Dayaqda irəliləmə. Əllər dayaqda irəliləmə, bu da yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Növbəti. Aşağı ətraf əzələ qüvvəsinin inkişafı üçün istifadə olunan hərəkətləri nəzərə yetirək. Pəncənin ön hissəsi üzərinə qalxmaq, yayvari yellənmək. Pəncənin ön hissəsi üzərinə qalxırsan bir növ yayvari, burada şəkil kimi göstərmək olar. Ön hissəsi üzərinə qalxırsan, yayvari yellənirsənsə aşağı ətraf əzələ qüvvəsidir. Əsas duruşdan dizlərin üzərində enmək və əllərin köməyi olmadan çıxış vəziyyətinə qayıtmaq. Əsas duruş vəziyyətində şagird dayanır, misal dizləri üstə enir və əllərin köməyi olmadan təkrar əsas duruş vəziyyətinə qayıdır. Bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Əsas duruşdan oturub qalxma. Oturub qalxma hərəkəti var ki, bu da aşağı ətrafların əzələ qüvvəsini inkişaf etdirəcək. Çiyinlərdə işlanqla oturub qalxmaq, yəni hər hansısa bir əşya olsun, əlində oturub qalxırsansa, bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Bir əl jimnastika divarına dayayaraq oturub qalxmaq. Bir əl jimnastika skamyasına dayanıb və şagird oturub qalxır, bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Yarım oturuşda qaz yerişi. Yəni qaz yerişi şagird əliləyirsə, bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Oturuşda əllər boyun ardında olmalı irəliləmək. Yəni qaz yerişi və yaxud da əllər boyun ardında irəliləyirsənsə, bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Jimnastika skamyası üzərindən sağa və sola yerindən tullanmalar. Jimnastika skamyası üzərindən sağa sola şagird yerindən tullanırsa, bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Oturuşda qurbağaları hoppanaraq irəliləmək. Qurbağaları şagird oturuşda hoppanır, irəliləyir, bu da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Üfüqi istiqamədə üz aşağı uzanmaq. Üfüqi istiqamədə üz aşağı uzanmaq. Pəncələrin ağırlıqlar bərkidilmiş. Ayağı diz oynağından büküb açmaq. Yəni üfüqi istiqamədir. Üfüqi istiqamət üz üstə uzanırsan, üz aşağı uzanırsan, pəncələrdə ağırlıqlar bərkidilmiş, diz oynağını bir növ büküb açırsansa, bu da aşağı ətrafların əzələ qüvvəsini inkişaf etdirəcək. Sol tərəf üstə uzanmaq, uzanaraq pəncəsinə ağırlıqlar bağlanmış, sağ ayağı qaldırıb endirmək. Sol tərəf üstə uzanırsan, pəncəvə ağırlıqlar bağlanıb, deməli sağ ayağı qaldırıb endirirsən. Bu da oldu aşağı ətraf əzələ qüvvəsinin inkişafı üçün istifadə olunan hərəkətlərə nəzər yetirdik. Keçək. Bədən ön və arxa ətraf əzələ qüvvəsinin inkişafı üçün istifadə olunan hərəkətlərə nəzər yetirək. Ön ətraflara baxaq. Turnikdən sallanmadan ayaqları turnikə qaldırıb vurmaq. Turnikdə şagird sallanıb, ayaqlarını qaldırıb turnika vurur, təkrar həmən vəziyyətə qaytarırsa, bu da bədən ön ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Gövdənin güclü açılması. Gövdənin güclü basılması hərəkəti isə bizim bildiyimiz pres hərəkəti sayılır ki, bu da ön ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Üfüqi skamya üzərində uzanmaq, düz ayaqları yuxarıya qaldırıb endirmək. Üfüqi skamyada uzanıb, ayaqları yuxarı qaldırıb endirmək, bu da ön ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Burada plank duruşu var. Bu da bədən ön ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Arxa ətraf
əzələ qüvvəsinin inkişafı üçün hərəkətlərini nəzərə yetirək. Turnikdən geniş tutaraq dartınmaq. Yəni geniş tutaraq turnikdən dartınırsansa, bu da arxa ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Duruş bir əl beldə. Digərini ağırlıq gövdənin yanlara əyilmələri. Əsas duruşdan bir əl beldə isə digərini ağırlıq gövdənin yanlara əyilmələri arxa ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Gimnastika skamyasında üzü üstə uzanmaq, əllərin baş arxasında gövdəni yuxarıya qaldırıb endirmək. Gimnastika skamyası üzü üstə uzanır. Burada əlləri baş arxasında deyil. Arxaya qalxıb enirsənsə, bu da arxa ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Duruş əllərdə hantellər, qolları yanlara üfüqi vəziyyətdə qaldırıb endirmək. Yəni əlində qantellər varsa, bir növ əsas duruşdan durursansa, üfüqi qaldırıb endirmək bir növ. Bu da arxa ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. İzometrik hərəkətləri nəzərə yetirək. İzometrik bayaq da baxmışıq. İzometrik hərəkətlər dedik ki, statik hərəkətlər sayılır. Çıxış vəziyyətini dəyişmədən əzəlinin gərgin saxlanılmasıdır ki, izometrik hərəkət. Sabit hərəkətsiz qalmaq deməkdir. Hər bir izometrik hərəkəti 6-7-10 saniyə ərzində yerinə yetirmək məqsədə uyğundur. Demək, 6-7-8 saniyə ərzində izometrik hərəkəti yerinə yetirmək bir növ məqsədə uyğun sayılır. Hər bir hərəkətin icrası 4-cü saniyədə hərəkəti şagird icra edib, 4-cü saniyədə artıq bir növ maksimal gərginliyə çatır. Əzələ maksimal gərginliyə çatır. Hər bir hərəkətdən əvvəl və sonra tənəffüs hərəkətləri icra olunmalıdır. Hər bir izometrik hərəkətdən əvvəl və yaxud da sonra tənəffüs hərəkətləri icra olunmalıdır. Qüvvə sadəcə bir qabiliyyət deyil, hərəkətin özüdür. Qüvvə qabiliyyəti haqqında bu qədər hörmətli müəllimlər, növbəti dərslərdə görüşək. Sağ olun.